Yaxşı elədik bura gəldik. Yaxşı elədik, gəldik. Deməli, Ümumiyyətlə məncə postsovet məkanında yaşayan əksər insanlar Orta Asiyanı özləri üçün kəşf eləməlidirlər. Çox həmişə qapalı qalıb Orta Asiya. Türkmenistan çox uzun müddət təsəvvürü qapalı idi. İndi də bizim üçün qapalıdır. Digər Orta Asiya uçuşlar ümumiyyətlə heç vaxt olmayıb bizdə. İndi amma həm görürəm ki, Özbəkistana uçuşlar çoxdur, sonra Düşənbə Tacikistana uçuşlar çoxdur, Qırğızstana bilmirəm var. Yoxsa yox, amma açıblar. Məncə hamısını uçmaq lazımdır və uçuş müddəti çox azdır. çox azdır. Elə bil ki, Bakıdan Naxçıvana gedirsən. Şəhərdəki Hədə yaxın məsafəsə. daşşaq mənim çox xoşuma gəlir. Köhnə Bakıya gəldik işte. Sən fikirlər öyrənəcəm. Stop elə. Bu da Özbəkistan, Daşkənd. Əslində maraqlıdır, çox maraqlıdır. Elə bil ki, 90-cı illərin Bakısına gəldik güclü. Amma onunla bərabər bir çox, məsəl üçün, transport çox inkişaf edib. Yəni müasir səviyyədədir. Avtobuslar artıq kartla da ödənişləri. Müasirdir, çox müasirdir. Yəni ki, bir çox müasir dəyişikliklər var. Amma o qədər də görməyə dəyər bir ölkədir deyərdim Özbəkistan, Daşkənd və çox sevinirəm ki, birbaşa artıq reysləri var Bakıdan, hər kəs gələ bilər, məsafə isə çox yaxındır. Cəmi 2 saatə Bakıdan Özbəkistana gəlmək mümkündür. Mütləq siz də gəlin. Qiymətlər çox münasibdir, onu deyə bilərəm. Yəni ki, gəlmək mümkündür, gələ bilərsiniz.